Baxın dostlar, bir həyat hadisəsini sizə danışmaq istəyirəm. Bir vaxtlar burada övladımdan oynayırdım, 2 yaşında, 3 yaşında. İndi məktəbə gedir və artıq onun maraqları dəyişib. Onun düşüncə tərzi dəyişib. Həyata baxışı yavaş-yavaş dəyişib. Yəni artıq məsələn parkda qaçan bir uşaq, balaca quşları tutan bir uşaq halından çıxıb da yenə uşaqdır, amma maraqları dəyişib. Başqa uşaqlıqlar edir artıq. Məsələn, mən də onu bir atası kimi gəzdirirdim. Onun qayğısına qalırdım. O dövrdə mənim çətinliyim başqaydı. Uşağı parka gətirdim. Yəni demək istədiyim nədir? Artıq baxın, heç kim yox, boşluq, artıq hər şey yoxa çıxıb. Yəni bir vaxt bu səhnədə mən çətinlik yaşayırdım, amma indi o çətinlik yoxdur. Deməyim odur ki, əgər hansısa bir çətinliyin içində olanda elə bilməyin ki, o ömür boyu çəkəcək. O çətinlik sona çatacaq, amma başqa bir çətinliklə əvəz olunacaq. O çətinlik də yoxa çıxacaq. Yəni heç vaxt içində olduğunuz hadisəyə üsyan eləməyin ki, ay Allah, bu nədir mənim başıma gəldi. İnanın ki, hər şey həyatda keçib gedir. Bax, yenə deyirəm, bu səhnə ona canlı şahiddir. Artıq mənim belə bir çətinliyim yoxdur. Hər gün uşağı parka gətirim, gəzdirim. Belə bir çətinliyim yoxdur.